Selamun Aleyküm və Rahmetullah Şeyx. Və aleykum salam və rəhmətullah bərəkatuhu. İftarda yeməyin ədəbləri barədə bizə nə nəsihət edərdiniz? Elhamdülillah. İftar bilirsiniz qardaşlar, iftar da yemək olsa da ibadətdir. İftar yemək özü savabdır. İftar vermək savabdır. Və o qadınlar ki, o iftara hazırlayır, süfrəni düzürlər, süfrəni yığışdırırlar, yuyurlar. Onlar ayrıca savab qazanır bunun üçün. Onların əziyyətini yaddan çıxarmaq lazım deyil. Həm suğurda hazırladıkları, iftarda. Amma ədəbləri nəyə fikir vermək lazımdır? İsraf olmasın. İsraf başqa vaxtlarda da olmamalıdır, həmçinin iftarda da. Bu mühüm məsələlərdən biridir. Çünki Allah Subhanahu taala buyurur ki: "Kulu veşrabu ve la tusrifu. İnnehu la yuhibbul musrifin." Allah Subhanahu taala buyurur ki: "Yeyin, için." Yəni halal şeylərdən aydındır. Lakin bir şərtlə israfa yol verməyin. Və həmçinin çalışmaq lazımdır. Yəni çox yeməmək. Çünki nəinki iftarda. Özünüz bilirsiniz ki, dinimiz mədəni 3 yerə bölüb. Bir hissəsi yemək üçün, bir hissəsi içmək üçün, su üçün və bir hissəsi nəfəs almaq üçün. Heç olmasa bu üçü bunu pozuldusa artıq görürsən, mədə də bütün xəstəliklərin qapısıdır. Xəstəliklərin çoxsu ola bilsin, səbəb elə yeməkdir. İnsanlar yeməyə düzgün yanaşmırlar. Amma şəriətimiz fikir verirsiniz 14 əsr bundan qabaq, özə səhrada elə bir yerdə ki, dünyanın heç bir əlaqə yox idi. Lakin fikir verirsiniz qaydalara. Bu özlərindən deyildi. Rabbani dindir. Allah onlara başı salırdı belə. Ona görə çalışmaq lazımdır ki, yeməyə də fikir vermək, dua ilə başlamaq, Bismillah yaddan çıxarmamaq, Elhamdülillah yaddan çıxarmamaq. Çünki cəmaatımızın çoxsu heç bunu yiyəndə heç demir. Yiyib bitirəndən sonra heç Elhamdülillah demir. Və bacardıqca iftarda tək eləməmək. Məsələn, imkan varsa iftar vermək maddi cəhətdən və ya nə qədər imkanı var birinə oruç tutanı iftar vermək. Ayrıca savabdır. Bu Ramazan günləri xüsusən oruç tutanlara iftar vermək böyük savabı var. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim oruç tutana iftar versə, oruç tutanın savabından gəlir ona. Tutanın savabı azalmamaq şərti ilə. Aydındır? Aydın. Bu qədər.